Bu gün antioksidant bazası çox düşüb aşağı meyvələrdə. Bax, məsələn, bu çiyələyi götürək. Bu çiyələyi nə? Meşə çiyələyin arasında antioksidant bazası bir neçə düşüb? 100-ün birə. Təsəvvür edin. Bax, bu çiyələkdən 100 kilo yeyəndə 1 kilo meşə çiyələyinin antioksidantının verdiyi baza gəlir. Bu gün ən çox insanların istifadə elədiyi banandır. Bananda, məsələn, B6 vitaminin nisbəti 300-ün birə düşüb. Təsəvvür edin, 1 kilo banan, təbii bananın B6 vitamininin verdiyini 300 kilodan bugün alınır. Kalium nisbətləri 200-ün birə düşüb. Bugün, məsələn, pomidorun tərkibindəki likopen antioksidant maddəsi 50-nin birə düşüb. İndi təsəvvür edin, 1 kilo günəş dəymiş pomidorun biz yesək, 50 kilo onun əvəzinə antioksidant olaraq likopen almaq istəyiriksə, 50 kilo parnikdə yetişmiş pomidor yeməliyik. Yəni, o qədər acınacaqlı bir durumlar əmələ gəlib.